Maraqlı sualımızın izahına baxaq gəlin bir yerdə. Bunun üçün B deyə x deyək, gəlin burada y deyək. Və mən burada 2 dənə üçbucağa Pifaqora baxıram. Birinci üçbucaq A, B, C üçün Pifaqora baxıram. Y-in kvadratı üstə gəlinsin. X üstə gəl 11-in kvadratı bərabərdir 20-nin kvadratına. Birini də üçbucaq A, B, D üçün baxıram. Y-in kvadratı üstə gəl x-in kvadratı bərabərdir 13-ün kvadratına. Və daha sonra mən buradan y-in kvadratını x ilə əvəz eləyirəm. Y-in kvadratı bərabərdir 13-ün kvadratı çıxılsın x-in kvadratı. İndi isə bunu y-i burada aparıb yerinə yazsaq, deməli 13-ün kvadratı çıxılsın x-in kvadratı, üstə gəl x üstə gəlinsin 11-in kvadratı bərabərdir 20-nin kvadratına. Və burada biz mötərizəni açsaq, bunlar yerində qalsın. X-in kvadratı üstə gəl 22x üstə gəl 11-in kvadratı bərabərdir 20-nin kvadratına. İndi mən bir saniyə yuxarını silim. 13-ü kvadrata yüksəldirəm 169. Çıxılsın x kvadratı, burada x kvadratı qalıb. Bunlar da bir-birindən ixtisar getdiyi zaman alındı 0. Üstə gəlinsin 22x, üstə gəlinsin 121 bərabərdir 400-ə. 22x bərabərdir 400 çıxılsın 290. 22x bərabər olar 110-a. Buradan da x-i tapmaq üçün 110-u 22-yə bölürəm, cavab eləyir 5. Deməli, x-imiz oldu 5. Məndən nəyi soruşurdu? AB-ni soruşurdu. AB-ni tapmaq üçün də y-in kvadratı bərabər idi. 13-ün kvadratı çıxılsın 5-in kvadratı. Bu da bizə 12-nin kvadratını verər. Yəni, AB tərəfinin uzunluğu 12-yə bərabərdir.